mövzudur. Nəzərdən başlayırıq. Ən birinci başlayaq, ədəbiyyat nəyə deyilir? Başlayaq. Ədəbiyyat demək, həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir. Bu nə deməkdir? Bax, bu ədəbiyyat sözü, ədəb sözündən götürülüb, ərəb sözüdür. Yəni, bu söz bizə kimdən keçirdi? Ərəblərdən. Ədəbli, qancaqlı, mərfəti deməkdir. Ədəbiyyat, belə deyək də, bəlkə tərifini dedim, bir də deyirəm, həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir. Yəni, biz bu ədəbiyyatın nəyin vasitəsindən öyrənir uşaqlar? Obrazlar vasitəsindən. Niyə söz sənətidir? Çünki burada nədən istifadə olunur uşaqlar? Sözlərdən istifadə olunur. Və bu ədəbiyyat bölünür uşaqlar iki yerə. Bir, şifahi xalq ədəbiyyatı var, şifahi xalq ədəbiyyatı. Bir də nə var uşaqlar? Yazı ədəbiyyatı var. Bu şifahi yazılını biz yadınıza gəlirsə, Azərbaycan dilində keçmişdik. Şifahi o deməkdir ki, uşaqlar buna yer arasında ağız ədəbiyyatı deyilir. Niyə ağız ədəbiyyatı? Çünki bu nəyə keçir? Ağızdan ağıza keçir. Yazılı isə uşaqlar, yazılının olduğu dövrdə formalaşıbdır. Onda belə çıxır ki, birinci şifahi xalq ədəbiyyatı yaranıbdır. İkinci isə hansı yaranıb uşaqlar? Yazılı. Çünki biz şifahini formalaşdırıb, yazılı yaratmışıq. Yazı yaranan sonra təbii ki, hansı yaranıbdır? Yazılı. Onda testə düşsək ki, hansı üçün mənbə olmalıyıq. Onda biz nəyə götürürük? Şifahini. Şifahi yazı üçün nə olmalıyıqdır? Mənbə. Sonra bu şifahi xalq ədəbiyyatına el arasında folklor deyilir. Folk, yəni xalqın ədəbiyyatı demək uşaqlar. Bunun çünki xalqın məhsuludur, xalq yaradıbdır və dildən dilə keçibdir bu şifahi xalq ədəbiyyatı. Və bunu dildən dilə keçdiyinə görə, xalq yaratdığına görə bunun müəllifi məlum deyil uşaqlar. Müəllifi məlum deyil. Amma bunun yazarı olduğuna görə bunun müəllifi nədir uşaqlar? Məlumdur. Məsələn, biz Leyli Məzun poeması keçirik. Müəllifi kimdir uşaqlar? Nizami Gəncəvi. Onda bu hansı ədəbiyyatı yazılır? Amma bir atlar söz deyirəm, atlar sözün müəllifi yoxdur. Kimsə deyib də nə varsa və yaxud da bir rəvayət olsun, bir əfsanə olsun, bir nağıl olsun və s. Onlar hansına gedir? Şifahiyə. Müəllifi məlum olanlar yazılıya gedir, müəllifi məlum olmayanlar hansına keçir uşaqlar? Şifahi xalq ədəbiyyatına. Sonra bu şifahi xalq ədəbiyyatı çox variantlı gedir, çox variantlı. Bu isə uşaqlar tək variantlı gedir. Bu nə deməkdir uşaqlar? Məsələn, ən adi bir rəvayətdir. Mən rəvayəti öyrənirəm, kimsə mən yanımda danışır. Mən bunu biraz fərqli formada gedib Cansu'ya danışırım. Cansu biraz fərqli formada Aysun'a danışır. Və bunun bir neçə forması oldu, bir neçə variantı oldu. Amma məsələn, tutaq ki, biz Nəsiminin Sığmazam qəzəlini dəyişə bilərikmi? Yox. Elə onun müəllif necə yazısı, biz onu o cür öyrənirik və yarandığı gündən düz dövrümüzə qədər necə var o cürdən eyni uşaqlar gəlib çıxır. Ona görə bunun bir zəllən tək variantı var, amma bunun isə nə var uşaqlar? Çox variantı, bir neçə variantı var. Sonra belə bir test cümləsi var ki, deyir ki, yarandığı dövrün dil üslub sədərini qoruyub saxlayır. Dil üslub xüsusiyyətlərini qoruyub saxlayır, o deməkdir ki, uşaqlar necə yaranıbsa o cür gəlib çıxır. Sizcə bu hansı olacaq? Necə yaranıbsa o cür gəlib çıxan? Təbii ki, yazılı olacaq, aysa o. Amma müəyyən İnkişaf mərhələsi keçən adi bir dastan olsun, Köroğlu dastan olsun, da Qoğulu olsun da elə bu şifahi xalq ədəbiyyatına aiddir. Görürsünüz, müəyyən dəyişikliklər olur, elə müəyyən şeylər orada çıxarılır ya əlavə olunur. Amma bunda nəyisə çıxarıb, nəyisə əlavə eləyə bilmərəm. Bu olur uşaqlar, üslub xüsusiyyətlərini qoruyub saxlayır, amma bu isə nə edə bilmir? Dil üslub xüsusiyyətlərini qoruyub saxlaya bilməyən hansı oldu? Şifahi. Saxlaya bilən hansı oldu uşaqlar? Yazılı ədəbiyyat. Sonra bizdə bir məsələ də var uşaqlar. Bəs bunların bu fərqli xüsusiyyətlərdir, amma Venn diaqramı verir, bəs ortada nə yaza bilərik? Deyirik ki, hər ikisi ədəbiyyatın bir nəyi uşaqlar, qoludur, bir sahəsidir və hər ikisində xalqın nəyindən bəhs edir, həyatından bəhs edir və hər ikisində nə sənəti hesab olunur uşaqlar? Söz sənəti hesab olunur. Aydın oldu və bunun oxşar cəhətidir. Sonra bir də uşaqlar, bu ədəbiyyat nəzəriyyəsi var, ədəbiyyat tarixi var, ədəbi tənqid var, ədəbiyyatşünaslıq var. Ədəbiyyatşünaslıq nə deməkdir? Ədəbiyyatı öyrənən bir elm sahəsi var ki, ona ədəbiyyatşünaslıq deyilir. Onun da 3 dənə sahəsi var. Hansılardır? Birinci uşaqlar ədəbiyyat nəzəriyyəsidir, biz bunu ayrıca keçəcəyik. Sonra ədəbiyyat tarixi var uşaqlar, bir də ədəbi tənqid var. Ədəbi tənqid. Bir qısa izahını verim ki, daha ətraflı keçini deyəcəm. Nəzəriyyə bu nəzəriyyədə keçəni keçdiyimiz şeylər. Məsələn, nəzmdir, nəsrdir, qoşmadır, gəraylıdır, qafiyəsidir, formasıdır, məzmundur, ideyadır, janrdır, kompozisiyadır, süjetdir. Ədəbiyyatda nəzəri olan nələr varsa, hamısı nədə öyrənir uşaqlar? Ədəbiyyat nəzəriyyəsində. Ədəbiyyat tarixinə zansı, ədəbiyyatın ən qədim zamandan bu günə qədər keçdiyi nəyi öyrənir? Tarixi bir mərhələni əhatə edir, tarixini öyrənir, adına verildiyi ədəbiyyat tarixi. Ədəbi tənqid isə, məsələn, bu üslub dərsi testində yanınıza gəlib düşmüşdür ədəbi tənqid, hansı üslub sahəsinə aid edir? Biz elmi üslub gözləmişik. Niyə? Elm sahəsidir. Məsələn, tutaq ki, Aysun bir yazardır, Aysun bir şeir yazır.
Aysunun şeirini mən müəyyən səhvləri düzəlişlər edirəmsə, bu nəyə gedir? Tənqidə gedir və ya ədəbi tənqid. Sadəcə olaraq bu ədəbiyyatın inkişafına xidmət edir. Niyə? Elə bir artizan kimi düşünün, yaxşı olan şeyləri əliyir, yaxşılarını saxlayır, pislərini eləyir, atır gedir də. Yəni sırf ədəbiyyatın əyinə xidmət edir inkişafına. Bugün isə biz ədəbiyyat nəzəriyyəsində ilk dərsimiz olur, nəzm və nəsri keçərik. Nəzm nədir, nəsr nədir uşaqlar? Bax, bu nəzr nizam sözündən götürülür. Biz bunu Azərbaycan dilində bilirik, testlərdə qabağımıza çox çıxır uşaqlar. Nəzm nədən götürülübdür? Nizam. Yəni səliqəli də uşaqlar. Bax, misraları əgər mən alt-alta verirəmsə, bu olur nəzm. Misraları cümlələr kimi ardarda verirəmsə, ardıcı olaraq verirəmsə, bu olur nə uşaqlar? Nəsr. İndi uşaqlar, nəzmin əlamətləri var. İndi sən onu bir dayandır. Çəksən? Hə, başladım. Nəsr. Nəsr uşaqlar nasir sözündən götürülübdür. Nasir. Yəni cümlələr formasında, nəsr formasında yazmaq. Məsələn, şeir deyəndə ağlımıza nəzm gəlsin. Hekayə deyəndə, roman deyəndə, povest deyəndə ağlımıza nə gəlir? Nəsr gəlir. Onsuz bunu ayrıca keçəcək, hələ ki izahını verirəm ki, bu budur. Bir də deyim, misallar səliqəli formada alt-alta düzülürsə, bu nəzmdir. Ardarda verilirsə, bu nə olur? Uşaqlar nəsr. Və bu nəzmi, bu nəsrdən fərqləndirən əlamətlər var. Biz bugün onlardan danışacağıq. Uşaqlar, birinci əlamətimiz nəzmin ahəngdir. Ahəng. Bunun digər adı uşaqlar ritmdə deyilir. Ahəng, ritm. İkinci uşaqlar bölgüdür. Bölgü. Bölgü. Sonra üçüncü uşaqlar vəzindir. Vəzin. Aha. Buna ölçü də deyilir. Vəzin, ölçü. Dördüncü qafiyədir. Qafiyə. Sonra beşinci rədifdir. Qafiyədən sonra gələn təkrar sözlərdir. Rədifdir. Altıncı da uşaqlar. Bunların ənəvi hamısını ümumi əhatə edən şeir vahidləridir. Şeir vahidləri. Yəni bir şeirdə nələr olursa bunlardır. Başlayaq izahına. Ahəng nədir? Məsələn, şagird şeir danışır, müəllim deyir uşaqlar, ahəngi gözlə, intonasiyanı gözlə. Məsələn, pauzada sürətli mi deyirəm, sual formatından mı deyirəm, nida formatından mı deyirəm, hissəyəcana. Bunlara əməl edirsə, buna adlanır ahəng. Bizə heç o düşmür, bizə bir dənə bunun tərifi düşür, tərifini bilmək. Tərifi də nədir? Eyni ölçülü səslərin bir-birini izləməsini adlanır ahəng. Yansımaçıda var ya, aşbaz Abbas aş asmış, asmışsa da az asmış. Səslərin nəyə gözlənilir? Ahəngi. Yəni səs söhbəti varsa nə götürülür? Ahəng. Tərkib də deyirəm. Eyni ölçülü səslərin bir-birini izləməsinə adlanır da ahəng. Amma söz teması varsa ayrıca, onda qafiyə göstərirsən. Bu nə deməkdir? Səs tərkibi etibarı yaxın olan sözlər deyirik qafiyə. Amma eyni ölçülü səslərin bir-birini izləməsinə olqaysa ahəng. Digər adı bunun nədir? Ritim. Düşə bilər ki, ritmin tərifi hansıdır? Ahəng deyilsə, bunu şagird bilməlidir ki, ritm yerindən axtarmalıydı, ahəng axtarmalıydı. Bölgü. Bax, uşaqlar, məsələn, biz qabaqda keçəcək də, şeir vahidləri, qoşmalı, məsələn, şeir vəzinləri də, ölçüləri. Qoşmalı, məsələn, bayatıdır, məsələn, gəraylıdır, tutaq ki da, nümunə olaraq bunları yazın. Qoşmada hər misrada 11 hec olur. Bayatıda hər misrada 7 olur, gəraylıda 8 olur. Bölgü nə demək? Bölgü odur ki, biz müəyyən yerdə fasilə edirik də, elə duraq yerdə fasilə, dayanıraq. İndi bir qoşmanın bölgüsü necə ola bilər? 5 plus 6. Toplam 11 alınsın. Aysa o. 5 plus 6 ola bilər cansın. Bunun tam əksi ola bilər. 6 plus 5 ola bilər. Sonra 4 plus 3 ola bilər. Elə. Sonra belə də ola bilər. 3 plus 4, 4 ola bilər. Ayda elə eləmək ki, toplam nə alınsa 11. Dəqiqəsində fikir verir. 11 alındı tamam, bu oldu bölgü. Gözlem. Bayatı. Bəs bayatıda necədir? Bayatıda 7-dirsə ya 2-5 olacaq, ya 5-2 olacaq, ya 3-4, ya 4. Toplam 7 alınmalıdır. Gəraylıdırsa 4-4 ola bilər, 3-5 ola bilər, bir də nə ola bilər uşaqlar? 5-3 ola bilər. Bu da olur gərayının bölgüsü. Yəni bölgü deyəndə sənə düşsə ki, qoşmanın bölgülərini seç. Bunun üçün şagird birinci qoşmada misallarını say, hecalarını sayını bilməlidir və onun uyğunda cəmi toplayıb nə etməlidir, ortaya çıxartmalıdır. Vəzn. Vəzn ölçü deməkdir. Və ədəbiyyatımızda 3 dənə vəzn var uşaqlar. Hansı vəzn əlimizdir? Heca. Heca vəzni var, əruz vəzni var, bir də sərbəst vəzn var. Aysa o. Heca nədir uşaqlar? Heca vəzni milli vəzindir. Yəni bizim öz vəznimizdə bunu özümüz yaratmışıq. Əruz vəzni ərəblərdən keçibdir, sərbəst ruslardan keçibdir. Yaxşı. Bunun ədəbiyyatımızda ilk dəfə Şahsımağa Xətai gətiribdir. Şair olaraq, yazar olaraq kim gətiribdir? Şahsımağa Xətai. O da yaşayıbdır 15-16-cı əsrdə. Onda heca vəzni ədəbiyyatımıza yazar tərəfindən nə vaxt giriş edildi? 15-16. Amma ümumi
ta qədimdən heca vəzni olubdur. Məsələn, Avesada heca vəzni var, Dədə Qorqudda heca vəzni var. O da eramızdan əvvəldir də elə. Onda yəni bu çoxdan var. Amma şair olaraq, yazar olaraq desək ilk dəfə kim gətirir? Onda biz cavab nə götürürük? Şahsmanın Xətai. Bu heca vəzni barmaq vəzni adlanır. Niyə barmaq vəzni cansız? Məsələn, bayaq dedim ki, qoşma neçədir? 11. Bu 7, bu 8. Əgər 4 misradır da, bilsən bunlar 4-lük gedir də. Birinci misra 11-dirsə heca vəznində, axıra qədərinə getməli. 11. 4 dənə nə olmalıdır? 11 olmalıdır. Biri 11, biri 8, biri 9, mən onu heca vəzni götürə bilmərəm. Heca vəzninin ən əsas tələbi və şərti odur ki, hecaların sayı nə olmalıdır? Mütləq şəkildə bərabər olmalıdır. Elə ona görə adından bəllidir ki, buna nə deyilir? Heca vəzni. Niyə barmaq? Çünki onu elə bir barmaqla sayırıq. O hecaların sayını ona görə barmaqdır. Bir də heca vəznində 2 hecadan 16 hecalıya qədər şeir şəkillərindən istifadə olunur. 2 hecalı da adətən atalar sözüdür, nə bilim, şeydir da, kiçik həcmli şey tapmacadır, belə də o kiçik həcmli olanlardır. Məsələn, 100 ölç, 1 biz. Gördünüz 2 heca, 100 ölç, 1 biz. Sonra heca vəznlə bağlı başqa nə deyə bilərəm uşaqlar? Və ancaq bənd formasında olur, düz deyir yoldaşımız. Məsələn, əruz vəznində beyt də var, bənd də var. Sərbəstdə də beyt də var, bənd də var. Amma heca vəzni ancaq nə formasında olur? Bənd. Beyt formasında olan hansısa bir şey etsin, gedib heca vəzni götürsün, sən cavabın avtomatik nədir uşaqlar? Səhv, ona görə nə demək lazımdır? Diqqətli olmaq. Nələr edim? Qısa özət keçirəm. 2, 16 hecalı olur, hecaların sayı bərabər olur. Sonra dili rahat başa düşülür, şeiri də oxuyan kimi rahatlıqla bilirsən ki, bu çünki milli vəznində özümüz yaratmışıq. Ən qədim vəznində elə nədir uşaqlar? Heca vəznidir. Dili çətinliyi ilə başa düşülən, oxunanda çətinlik çəkdiyimiz hansıdır? Əruz vəznidir. Niyə? Ərəb-fars sözləri Dayanda. Əruz vəznində ərəb-fars sözləri üstünü təşkil etdiyinə görə onun dilini başa düşmək biraz nədir? Çətindir. Bayaq da dedim, həm beyt formasında olur, həm bənd formasında. Bənd bu deməkdir, 4 misra deməkdir. Beyt isə uşaqlar 2 misra deməkdir, 2 gedir, aydındır. Amma bir xətt gələcək misradır. Bax, bu şeir vahidləri var, elə ikisi danışan o deyil də. Şeirdə bir xətt nə oldu? Misra. 2 xətt nə oldu? Beyt. Amma 4 misra beyt nədir? Bənd. Bir də bənd olması üçün minimum 3 dənəsi olmalıdır. Onu da saxlayıb. 3 misradan başlayır. Yəni 2 beyt olduğuna görə 2-ni mən bənd götürə bilmədim. Sonra gəldim nəyə? Bir də belə bir tezün nəsə var. Bütün söz prinsipi gözlənilir. Bütün söz prinsipi gözlənilir deyəndə nə götürməlisiz? Heca. Çünki axıra qədər olduğu kimi gəlir də. Elə 11-ci 11, 8-ci axıra qədər 8, 7-ci axıra qədər 7. Amma biri 8, biri 7, biri 11 isə salam əleykum. Salam əleykum, mən izah edirdim, fikrim yənidir. Və əruz vəznində qaldı. Uşaqlar, əruz vəzni ərəblərdən keçibdir. Bunu ilk dəfə gətirirdi Xəlil ibn Əhməd 8-ci əsrdə. Yəni saxlayın, əsrdə düşə bilər. 8-ci əsrdə Xəlil ibn Əhməd gətirir. Əruzun bəhirləri var. Bax, bu bəhir söhbətini mütləq yadda saxlamaq lazımdır. Ümumiyyətlə əruzun neçə bəhri var uşaqlar? Ümumiyyətlə 19. Mən bəhir nədir ki? Deyilsin, səbir o, buradan başa saldım. 19 dənə bəhri var. Bunun 15 dənəsini Əhməd gətirirdi, Xəlil ibn Əhməd gətirirdi. Amma bunun 11 dənəsindən Azərbaycanda istifadə olunur. Bax, 11 dənə yerdə saxlayaq. Yaxşı. Bəhir nədir? Məsələn, necə ki, ismin halları var, sifətin dərəcələri var. Əruzun nəyi var? Bəhirlər. Özünü mən sola elə bir bölgə prinsipi kimi düşündüm. Yəni, bir şeirin əruz vəznində olduğunu göstərən nədir? Onun bəhiri. Məsələn, Sığmazam qəzəli keçəcək qabaqda, Nəsiminin. Və görüm, ay ayırsın, hansı bəhirdə idi? Sığmazam qəzəli. Rəcəzdə gözünün girməsi sənin. Ayısı 700 yazışaq. 19 dənə bəhir var. Bu 19 bəhirdən 15-i kim gətirir? Əhməd. Azərbaycan səsi istifadə olunur, 11-i. Amma bizə heç 11 dənəsi lazım deyil. Bizə, məsələn, müəyyənləri var ki, onların adları və, belə deyim də, mənalar nədir, mütləq olaraq bilmək lazımdır. Bax, birinci dənə. Ondan sonra gəlir xəfif. Ondan sonra gəlir rəcəz. Sonra gəlir mücdəz. Adları da qəribə ərəb sözləri olduğuna görə. Sonra gəlir həcəz. Sonra gəlir münsəri. Bir də var səri. Biz bunları caz bilməliyik. Çünki bizə bunlar düşür. Erməni sözlərini oxşuyur. Bunların mənaları mütləq bilmək lazımdır. Başaqlar. Rəmən sözünün mənası ləngələnə. Yəni asta-asta, yavaş-yavaş, ağır-ağır. Xəfif el adını bəlirdir, xəfif külək əsir, yəni yüyürür də. Rəcəz sözünün mənası təmtəraklı ahənginə seçilir, yəni belə şahlara layiqdə təmtəraklı ahəng. Səri, uşaqlar, sürətli cəhd deməkdir, səri, sürətli cəhd. Mücdəz kökündən qoparılmış deməkdir. Bir də deyəcəm, yenə deyirəm. Həcəz, xoşa gələn səs avaz deməkdir.
Münsəlik isə axıcı ahəngdar deməkdir. Görüm yadda qaldı mı? Rəməl nə oldu uşaqlar? Asta-asta. Rənglənə, asta-asta. Xəfif nə oldu uşaqlar? Yüngül. Yüngül. Rəzəz nə oldu? Təmtaraqlı nə ilə seçilir? Ahəngindən. Səri, sürətli, cəld. Müstəs nə oldu? Kökündən qoparılmış. Həcəz, xoşa gələn səs, avaz. Münsəlik, axıcı, ahəngdar. Görək indi siz deyin. Rəməl. Asta-asta. Xəfif. Yüngül. Rəzəz. Aha, təmtaraqlı ahəngindən seçilir. Səri, sürətli, cəld. Müstəs. Kökündən qoparılmış. Həcəz. Xoşa gələn səs, avaz. Münsəlik, axıcı, ahəngdar. Bu ara testdə ancaq düşür, mənaları düşür. Rəməl sözün mənası nədir? Həcəzin mənası nədir? Bir də qabaqda bəzi şeylər var ki, olur. Məsələn, tutaq ki, bunu deyəmədiyi sığmazam rəzəzdədir. Məsələn, Füzulinin söz qəzəli keçəcəyi rəməllərdir. Füzuli məni canan usanırdı, həcəzdədir. Leyli məzunu məsələn həcəzdədir. Bax belə, yaşı, məsələn, düşəcək ki, həcəz bəhrində verilir və biz onu qabaqda ayrıca keçib öyrənəcək. Sonra gəldim nəyə uşaqlar? Əruzdan, burada bayaq dedim ki, hecaların sayına olmalıdır bərabər. Burada isə uşaqlar, belə bir gözcü nəsi var ki, hecaların uzunluğu və qısalığı. Bu nə deməkdir? Yəni, tutaq ki, məsələn, bu 8-dir, bu 7-dir. Bunu Cansu tələffüzü uzadır, 8 edir. Tələffüzə bərabərləşdirir. Müəyyən hecanı nisbətən uzadır. Və yaxud da hecanı birini qısaldır, çıxardır və 7 edir. Elə edir ki, bu tələffüzlə bərabər olur. Amma bu, həm yazışda bərabərdir, həm də deyişdə bərabərdir. Başa düşdünmü? Bir dənə heca vəzində Vaqifin hayf yoxdur qoşması var. Kül qırağı nəzək seyrəngahı var, yaşılbaş sonrası hayf yoxdur. Orada Cansu birinci 12-dir, amma qalanları 11-dir. Bir dənə fərq oldu qoşmada. Normalda 2 sənə olmalıydı bunu. 11 olmalı. İstisna da bilsən də qaydanı nə eləmir? Pozmur. Sonra keçir aldıq nəyə? Sərbəst. Ən rahatı sərbəst. Bir də bütün söz prinsipi gözlənilir hansında? Hecada. Pozulur hansında? Əruzda. Əruzda. Sərbəst uşaqlar səpdili şey deməkdir. Səpələmə formasında. Bu nə demək Cansu? Bax, biri belə olur Cansu, biri belə olur, biri belə olur, biri belə olur. Elə deyirlər ki, misalların uzunluğu, qısalığı fərqlənir. Elə bir səpələyirsən də. Və şeir abu-havası bəxş eləmir adama. Mənalı cümlələr də elə bir ardarda qoşursan, amma orada şey olmur, ahəngi olmur. Aydın, ona görə buna deyilir səpdili şeir. Səpələmə formasında olur. Buna tribuna şeirləri deyilir. Çünki adətən tribunalarda çıxış edən adamlar belə cümlələr qurur da, ardarda qəşəng cümlələr qurur. Və sərbəstlik də gətiribdi Mayakovski. Mən bayaq demişdim, Ruslar gətiribdi. Kim gətiribdi? Mayakovski. Azərbaycanda bunu inkişaf elətdirən Rəsul Rıza olubdu. Gətirən demirəm, uşaqlar, inkişaf elətdirən. Yəni, pik nöqtəyə çatdırandan belə ən möhtəşəmliyi yaradan, ən çox sırf sərbəstlə məşğul olan kim olubdu? Rəsul Rıza. Amma ilk dəfə gətirən kim olubdu? Mayakovski. Əruzu kim gətirdi? Xəlil ibn Əhməd. Hecanı kim gətirdi? Şahsına Xətai. Bura qədər tam başa düşdük. İndi keçdik nəyə? Qafiyə. Aha, uşaqlar, bir də mən burada bayaq bir şey demədim. Bölgünün digər adları var. Kitabda da qabağınıza çıxacaq. Bölgəyə başqa nə deyilir? Ayaq, duraq, sezura, bir də tərtib. Senzura deyil, sezura deyirəm. Sezura, bir də nədir uşaqlar? Tərtib. Buna deyilir nə? Bölgü. Bölgü nə oldu? Ayaq, duraq, sezura və tərtib. Qafiyə. Şeirin sonunda oxşar sözlər olur. Oxuyanı da görürsən ki, o sözlər sənə xoş təsir bağışlayır. Elə bir müəyyən hecalar eyni üstə düşür da. Ona deyilir qafiyə. Səs tərkibi etibarilə və yaxud dedim, yaxın olan sözlərə deyilir qafiyə. Və bu qafiyənin növləri var, uşaqlar. Hansılar var Cansu? Zəngin qafiyə var, zəngin. Sonra yoxsul qafiyə var, yoxsul. Sonra qulaq qafiyəsi var, sonra daxili qafiyə var. Qulaq qafiyəsi var, daxili qafiyə var. Zəngin yazdıq, yoxsul yazdıq. Bir də uşaqlar, cinas qafiyə var. Cinas qafiyədə nədir? Ne deyəcəm? Bax uşaqlar, zəngin qafiyə o demək ki, məsələn 10 hecalı sözdür, bunun 5 hecasından çoxsu üstə düşür. Məsələn, canan, heyran. Fikir verirsən, 3 hecalı və 2 üstə düşür. Yarıdan çoxu. Bu oldu necə qafiyə? Zəngin qafiyə. Amma yoxsul qafiyə oldu ki, 1 hecası və yaxud 2 hecası düşsün. Çox elə bir cüzi belə təsir bağışlayır da. Məsələn, bayaq dediğim harf yoxdur qoşması. Görə indi orada nədir? Deyək, kül qırağının əcəb seyrəngahı var, yaşılbaş sonası, hayf ki yoxdur. Ucu tərcümalı siyah şeylərin hərdən tamaşası hayf ki yoxdur. Yoxdur. Yoxdur, o şeydir. Hayf ki yoxdur orada, bax bu rədifdir. Niyə rədifdir? Çünki o qafiyədən sonra gəlibdir.
eyni söz hər misranın sonunda, hər bəndin sonunda təkrarlanırsa və ondan əvvəldə qafiyə varsa, ona rədif deyilir. Məsələn, orada xayf yoxdur, nədir? Rədifdir. Məsələn, bunun pəri qoşması var idi. Elə vaqifdir. Məsələn, orada pəri nədir? Rədifdir. Məsələn, sığmazam qəzəlidim bayaq. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Cöfərla məkan mənəm, kövr məkana sığmazam. Görsənmi? Bax, məkana, məndə sığar iki cahan, mən bu cahana, məkana. Gördün, qafiyələrdir. Cahana, məkana zəngin qafiyədir, çünki demək olar ki, çoxsuz söz düşür. Və ondan sonra sığmazam sözü gəldiyinə görə ona hesab olunur? Rədif. Rədif hesab olunur. Bulaq qafiyəsi nədir? Bax, məsələn, deyir ki, torpaq, bir də bax, elə, torpaq, bax. Belə baxırsam, yazışda heç bir oxşarlıq yoxdur. Amma deyəndə qınaya çevrilir tələfüzdə, xıya çevrilir də. Səslənmədə qulağıma nə gəlir bu? Oxşar gəlir. Ona görə bunu icraat edir uşaqlar, qulaq qafiyəsi. Qulaq qafiyəsinin tərifi odur ki, yazışda heç bir oxşarlıq olmasına baxmayaraq, səslənmədə oxşarlıq varsa, o necə qafiyədir? Qulaq qafiyəsi. Daxil nədir? Daxil odur ki, ortada olsun. Yəni, bu da demək ki, tezdə düşsək ki, qafiyə yalnız sonda olur. Yox, sən. Bu fikir nədir? Yanlışdır, yanlış sözü varsa. Ortada da ola bilər, sonda da ola bilər. Cins qafiyədə omonim sözlər. Məsələn, deyir, yar xəbəri, yar alar. Elə, mənim canım zəif, yaralar. Məsələn, bunu dəsə demişdim. Yer və yerdən sızıldaşar, yaralar. Elə, yar xəbəri, yaralar, həyat yoldaşı. Yer və yerdən sızıldaşar, yaralar, əlindəki yaralar. Mənim canım zəif yaralar, feil mənasında yaralayar. Omonim sözlər və qafiyə yaradır. Buna necə qafiyə deyilir? Cins qafiyə. Bu da aydın oldu. Demək, nəzmin neçə dənə əlaməti oldu? 6 dənə əlaməti oldu. Nəzmində mütləq ahəng olur, bölgü olur. Qafiyə olması şərt deyil. Bəzən qafiyə olmaya da bilər. Rədif olması da şərt deyil. Məsələn, desək ki, bütün şeirlərdə rədif olur. Bu fikir nədir? Yanlışdır. O şairin arzu istəyinə baxar. İstər şair rədif qoşar, istər şair rədif nə eləməz? Qoşmaz. Qafiyə də onun kimi yerə. Şeir vaxtlərdir, böldüyü 3 yerə. Hansı oldu? Misra, beyt, bənd. Beyt də daha doğrusu 3 yerə bölünür beyt. Mətlə beyt var, məqdə beyt var, şah beyt var. Cansız, birinci gələn beytin mətlədir. Ən axırıncı beytin məqdədir. Xüsusi belə seçiləni də şah beytdir. Məqdə beytdə şairin adı olur. Məsələn, sual düşə bilər ki, mən harada bilim ki, o birinci beytdir, yoxsa sonuncu beytdir. Elə şeirin qafiyəsinə baxırsan. Məsələn, qəzəl olsun Cansız. Qəzəlin qafiyəsi belədir ki, A-A, B-A, C-A, D-A. Bax, beləcə gedir də elə. Bu, ortadakilərlə sonuncunu aymağın bircə yolu odur ki, burada müəllifin nəyi olur? Adı olur. Məsələn, ən sonuncuda. Füzuli indi şeydadır, həmişə xalqa rüsvadır. Solun buna sevdadır, bu sevdadan usanmazsın. Orada Füzuli sözü var. Və bilirəm ki, Füzulinin Mənzalın Sandırda qəzəli neçənci beytidir? Sonuncu beytidir. İlk beyti olduğunu da nə bilək? Bax, mənim canımdan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yağında, ahından muradın şəmi yanmazmı? Eyni qafiyədir. A o demək ki, eyni qafiyədir. B o düşür ki, qafiyə dəyişir, A bunlardan eyni gəlir. C qafiyə yenə dəyişir, A yenə bunlardan eyni qalır. D qafiyə yenə tamam fərqli bir söz olur. A o demək ki, eyni hərflər o demək ki, eyni qafiyədir. Yaxşı, fərqli hərf o demək ki, qafiyə neynə dəyişməlidir. Həm qafiyədirsə birinci beytdir. Müəllifin adı varsa, nədir? Sonuncu beytdir. Sonra şah qafiyanı hardan biləcəyik? Şah da xüsusi seçilir. Oxuyanda elə bir başlayırsan, elə bir şeirin əsas məqsi onu oradan tutursan da, oradan. Onsuz da tez-tez vaxt düşmür ki, şah beytdə. Eləcə də insanın istəyir ki, şah beyt nədir? Tərifi düşə bilər maksimum ki, və yaxud da deyək ki, beytin neçə növü var? Ancaq elə sual düşür. Yəni, mən indiyənə qədər görməmişəm ki, məndən istəsin ki, şeirdəki şah beyti seçmənə. Yaxşı, diqqətli olaq. Sonra gəldik, bunu yekunlaşdırdıq. Məncə bu qədər bəs